Ey Peyğəmbər, zövcələrinə de ki, əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malı ilə məmnun edib, gözəl tərzdə sərbəst buraxın. Yox, əgər Allahı, onun elçisini və axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı 2 qat artar. Bu, Allah üçün asandır. Sizlərdən hər kim Allaha və onun elçisinə itayət edib, yaxşı işlər görsə, ona mükafatını 2 qat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq. Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın. Yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriyyətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun. İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin. Allaha və onun elçisinə itayət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən Allah lütfkardır, hər şeydən xəbərdardır. Həqiqətən müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müt'i kişilər və müt'i qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruç tutan kişilər və oruç tutan qadınlar, İsmətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.